Salam dəyərli müəllimələr. Bu günlər sizlər üçün gözlənti, qayda, prosedurun sadə, aydın dildə izahını, yəni sinifin idarə edilməsinin səmərəli idarə edilməsi üçün gözləntidən, qaydadan, prosedurdan düzgün istifadə edilməlidir. Gözlənti nədir dəyərli müəllimələr? Gözlənti şagirdə ötürülən mesajdır. Gözlənti. Deməli, gözlənti məsəl üçün şagirdin davranışıdır, fəaliyyətinin necə olması barədə ötürdüyü bir mesajdır. Yəni müəyyən vaxt ərzində, müəyyən vəziyyətdə şagirddən hansı davranışı, hansı nəticəni, hansı fəaliyyəti gözləndiyini bildirən əvvəlcədən müəyyən edirik də, əvvəlcədən müəyyən edilmiş bir təsəvvürdür. Yəni sinifdə gözləntilər şagirdin necə davranmalı, şagird sinifdə necə davranmalıdır və öyrənmə prosesində nəyə nail olduğunu göstərir. Gözləntilər, dəyərli müəllimlər, deməli, ilk gündən şagirdin nəzərinə çatdırılmalıdır gözləntiləri. Yəni, gözləntiləri bilirsiniz də, hamıya hörmətlə yanaşın, məsuliyyətli olun, təhlükəsizliyə riayət edin gözləntisi var. Hamıya hörmətlə yanaşın gözləntisində deyilir ki, yəni sakit işləyin, başqalarının rahat işləməsinə şərait yaradın, başqaları danışanda diqqətlə dinləyin, sözünüz olanda əlinizi qaldırın, növbənizi gözləyin, nəzakətli sözlərdən istifadə edin. Gözlənti budur. Hamıya hörmətlə yanaşın. Amma məsuliyyətli olun, dərsə vaxtında gəlin. Sinifə girərkən bütün materialların yerində olmasına əmin olun. Verilən bütün tapşırıqları vaxtında yerinə yetirin. Bu məsuliyyətli olun. Təhlükəsizliyə riayət edin, adından məlumdur. Təhlükəsizliyə riayət edin də sinifdə və dəhlizdə yeriyin. Əl və ayaq hərəkətlərinizə nəzarət edin. Hər hansı bir hadisə baş verdikdə dərhal müəlliminizlə və yaxud da ki, yaxınlıqdakı böyüklərə məlumat verin. Sonra, bax, əgər siz gözləntilərin izahını şagirdə aydın şəkildə verirsinizsə, onda şagirdlər müəllimin ondan nə istədiyini şagirdlər dəqiqliklə anlayır. Əgər şagird gözləntidən sonra görürük ki, gözlənti ilə yanaşı bilirsiniz, həm qayda, həm də prosedur qoyuruq sinifin idarə edilməsi üçün. Deməli, gözləntidən sonra qaydanı qoyuruq. Qaydanı o zaman qoyuruq ki, qayda şagird gözləntiyə əməl etmirsə, bu zaman qayda tərtib edirik. Yəni, qaydalar da bilirsək, gözləntilərin sərt formasıdır. Yəni, qaydanı da özdə müəllim ən sonda müəllim qaydanı qoyur. Qayda nədir? Müəyyən bir mühitdə nizam-intizamın düzgün davranışı təmin etmək üçün müəyyən edilmiş, hamının da əməl etməli olduğu